Azad. Bax bizdən Maşdağı kəndində ev istəyirlər. 3 otaq, qəşəng, nə bilim dillə təzə tikili, paket qupsalı. Bir də ki yığırlar mənə ki deyirlər əlimizdə pulumuz azdır. Mənə inanırsan neçə gün zəng gəlir qardaşım. Deyirlər ki 75, nə bilim 80 arası 3 otaq. Özün əsasən Sovetskdən gələndə özün də bilirsən ki bu qiymətə ev yoxdur axı qardaş. 2 sotun içində evimizin əsas məsələ sağ və sol tərəfindən arxasına keçidi. Bünövrəsi kəməri betonla, qoşadaşla qardaşım. Deməli 3, 6, 8 daş yerdən kürsülü, özü də eyvanlı. Həyətinə 2 dənə rahat maşın daxil olurdu. Yəni gəninə boluna 2 dənə maşın rahat daxil olur. Həm evin, həm torpağın kupçası iləndir. Burada qardaş evlər tamamlanmayıb. Tamamlanmayıb, amma ki qardaş satılıb ölçə bir neçə dənəsi. Gəlmişik biz də buranı çəkiliş eləmək. Maşdağı Zabrat yolunda. Notariusun arxasında əsas yoldan bir 600 metr, 700 metr məsafədədir. Görürsünüz, mətbəxindən eyvanına çıxışı da var. Dəhlizimizdir. Evimizin döşəməsi laminat olacaq. Əgər bu vəziyyətdə istəsəz, əziz izləyicilərimiz, divar kağızda laminat, bir də qapı zövqünüzə uyğun, inşallah vurulub sizə təhvil verilə bilər. Azad hazırda qonaq otağını çəkdi. Burada mətbəximizdir. Genişdir, yəni balaca xırda 3 otaq deyil. Vallahi yəni ki, otaqlarımız çox geniş otaqlardır. Bax, yataq otağına bax bir dənə qardaş. Qonaq otağı boydadır yataq otağımızda. Yeni bir dənə sən bura gəl qardaş. Gəl bura bir dənə qardaşımıza. Yəni biz boş yeri demirik, qonaq otağı boydadır. Bir dənə indi buranı çək. Buranı çəkib, bəli buranı bax, burada dayan qardaş. Biraz arxaya get, bax ortanı çək. Yarım metr yataq otağının qonaq otağı ilə fərqi var. Yarım metr. Hamam otağını çək, isti döşəmədir. Hamam otağını çək, 2 dənə pəncərə ilə də özdə onu çək. Hamam otağını çək, isti döşəmədir. Çox keyfiyyətli evdir, əziz izləyicilərimiz. Start qiymətimiz 78 mindir. Real alıcı 78 mindən endirim də olacaq. My House-da nömrəmiz var səhifədə. Əlaqə saxlayın, götürək göstərək. Tez satılacaq da, yəni gözəl evlərdir, keyfiyyətli evlərdir, nə istəyirsən? Sağ olun, bugünə bu qədər.